Herkese selam, kanalıma ve yeni vloguma hoş geldiniz kızlar. Necəsiz? Yeni yerimizin ve 2026'nın ilk vloguyla sizin karşınızdayım. Yanvar ayının ilk vloguyla, videosuyla, 2026'nın ilk vloguyla, videosuyla, bu haftanın ilk vloguyla sizin karşınızdayım. Neyse boşver. Kanalıma abone olup videoma like atıp bol ve güzel yorumlar yazmayı unutmayın. Geldik yeniyle. Kızlar, bugün 1 yanvar, artık 2026 girip 12 saat yok. İndi saat 10'du da, biz 9'da yanmışıq, indi saat 10'du, bəli. Hə. Deməli, neçə saat öncə, 10 saat öncə artıq 2026-cı ilimiz bizlərə gözəlcəsinə təşrif buyurmuşdur. Bəli, bəli. Yeni ilimiz bu arada ben de bugünkü kombinim kırmızı da yeni il uygun. Kırmızı kırmızı giydim işte. Kırmızı kırmızı giydim işte. Kırmızı kırmızı giydim işte. Geçen kırmızı kombinlemişim. Makyajım zaten daha kırmızıdır. Bəli. Çok güzeldi. Makyajımız da çok güzeldi. Aha. Kırmızı giyinmişəm bugün. Yeni ile ait yeni ilin birisi rengi kırmızıdır arkadaşlar. Ben de ona göre kırmızı renk giyinmişəm, çok qəşəng. Və bundan əlavə olaraq da nə demək istəyirdim. Həmişə vloglara burada evin girişində qapının yanında salamlayıram sizi. Bilmirəm niyəsə. Bu alanı çox sevirəm, daha çox sevirəm. Neyse boş verdi. 2026 hoş geldi, sefalar getirdi. Bu yeni 2026 bize uğurlu, xeyirli, düşərli, gözəl olsun amin inşallah əzizlərim. Həmişə deyək ki, bu 2026 çox qəşəng idi ya. Belə bax, bunu demək istəyirəm. Manifest, yenə də manifest, yenə də manifest. Oldu, qəbul etdim, oldu, qəbul etdim, oldu, qəbul etdim, oldu. Biz manifest dedik artıq. Deməli belə. Bu da belə 2025'də yaxşı idi məncə. Siz də bunu yazın ki, 2025 necə idi əzizlərim? Maraqlıdır ki, görən kimlər üçün 2025 necə idi? 2025 sizə nə gətirdi, nə yapardı? 2025 nələrə nail oldu? Hansı arzularınız reallaşdı? Amin inşallah gözəl arzularınız reallaşmışdır gerçəkdən. Qızlar, saat 12'də biz qəşəng 2026'nı gözlədik və qeyd etdik. Bəli. Deməli, biz indi saat 9'da yanmışıq. Biz hazırlaşdıq hamımız. İndi saat 10'dur. Biz gedirik restorana qəşəng səhər yeməyinə. Bəli. Bu arada hava da çox qəşəngdir. İstəyərdim ki, yeni ildə qar yağsın. Hamının arzusu, amma heyf ki olmadı. Neyse. Hava normal, şaxtalı, buludlu və sərin havadır, qəşəng. Amma yenə də qış gəldiyi bilinir məncə. Çünki biraz soyuqdur qızlar. Wow! Arkadaşlar, biz hazırıq bu arada tam olaraq dediyim kimi bir 10 dəqiqə əvvəldən. Əli burada, Ecəm burada, eşicim, kocam da kocam, paşam da paşam. Şu da burada. Hamımız bu arada qəşəng qalın şapka takmışıq ki, başımız isti qalsın, başımıza soyuq dəyməsin. Amma Sənan qəşəng qalın qış papaq takıb ki, qulaqlarına da soyuq olmasın, donmasın, məncə yaxşıyım. Amma mən arkadaşımın papaq taxa bilmirəm, ürəyim partlayır, ürəyim sıxılır. Heç mən qalın paltar yerində ürəyim patlıyor yani, şımarık oluyorum, patlıyor emeğe. Evet. Bilmirəm niyə. Çok qəribə bir şey. Ben qalın bir şey giyinemiyorum ya, ne yapayım?
bütün yaşıl gözlerin arasında evdə 4 ayda 4 nəfərsiz. 4 nəfərin 3'ü ata, bala, hamısı yaşıl göz, sen mavi gözsən. Bu şaka mı? Neyim ay dostlar. Arkadaşlar uşaqların heç biri mənə oxşamadı. Hamısı 7 ədəsi oxşamadı. Bu ders bizi öldürüyordu sakın. Kesinlikle ne yapalım artık. Hamı esmer oldu bakın. Bu arada benim 4 yaşında kızım belə. Ay Allah bunun belə. Ay Allah bu ne kombinde ay Ecem. Bayılıyorum mesela gerçekten kızım. Kızım. Hani mesela çok iyisin. Yaşıl göz, bu da yaşıl göz, bu da yaşıl. Ben cennette kayboldum. Evet. Size denizde kaybattınız. Ailem denizde batıp ben ise cennette kaybolmuşam. Dağıdım. Bana böyle değiller. Çok sağ ol. Allah razı olsun. Allah artığını versin. Qəşəng kızımın kombini. Bunlar sadece olarak qəşəng qalın qutka geyiniblər diye arkadaşlar görənmirsiniz. Böyle tam kom ama restorana gelip çatanda tam kombinat tikeceğim siz için narahat olmayın. Biz uçtuk o restorana kombin değil. Deməli qızlar bu restoranı puanladım siz üçün qəşəng. Demək istəyirəm nə qızlar, biz gəlib çatdıq restorana deməli. Həqiqətən çox qəşəng bir restoran, o qədər estetik bir yerdə ki, cənnətə düşdüm yəni. Mən cənnətdə kayboldum yaşıllıqlarda. Biz əslində bura bizim daimi məkanımızdır, daimi restoran məkanımızdır. Gəlirik bura həmişə. Reklam deyil, çox qəşəng yerdir. Burada çox qəşəng, yəni belə menusu superdir. Yeməklərin ləzzəti super, dadı superdir. Çox qəşəng belə təqdimatı var ən əsas mən. Biz deyirəm, mən üçün yeməyin dadından da çox, nə yalan deyim, yeməyin təqdimatı və onun görünüşü mənə maraqlıdır. Belə fərqli görünüş olsun. Onu biz evdə də eləyirik. Mən belə siz nə istəyirəm? Fərqlilik istəyirəm. O xatan bürcüyəm. Evdə də adi toyuğu qoyum ora boşqaba gətirim qoyum. Burada biz qəşəng şeylərinlə mən ona məhdəl qalıram. Burada mən yemək təqdimatına məhdəl qalıram. Yeməyin gözəlliyinə, görünüşünə, dadına, ləzzətinə mən möhtəşəm. Nə qədər pul verirsiniz verin, halal xoşları olsun, dəyir həqiqətən buna. Və qiymətlər də münasibdir zaten, bilənlər bilir. Reklam değil. Sadəcə daimi gəldiyimiz gözəl bir məkandır, demək istədim. Gəlmişik hamımız. Bəli, gəlmişik. İndi hələ bilmirik nələr sifariş edəcəyik. Bir 10 dəqiqədir buradayıq. Gəldi özümüzü yerbəyer etdik ən əsas. Menyunu gətirdilər bizə. Menyuda Sənan seçdim. Mən baxdım. Seç bilmədim nəsə. Uşaqlar da özləri seçdi. Heyf ki burada biz 4 nəfərlik yer məkan doludur. Yəni ona görə biz 2 nəfərdir. Amma belə oturduq da. Baxın uşaqlar oturublar. Özləri üçün söhbət edirlər. Yaxşı da qabağımızda oturublar. Onları eşitirik zaten. Oyuncaqdan danışırlar. Özümüz öz felaketimizi anlıyoruz gerçekten. Əli deyir ki, buradan çıxan kim gedirik AVM-yə. Bəs oyuncaq aldırmalıyıq mama ilə papaya. Ecemə deyir ki, hə, düz deyirsən qaqaş. Biz buradan çıxan kimi oyuncaq mağazasına getməliyik. Bunlara biz mütləq oyuncaq aldırmalıyıq. Kendimiz loklanmamızı duyuyoruz arkadaşlar. Şöyle demek istedim sadece olarak. Loklanıyoruz yemek yiyerekten. Helal hoşunuz. Evet.
Deməli qızlar, qəşəng bizim eləmiz gəldi. Mən qəşəng lahmacun sifariş elədim. Sənan mənə üçün qəşəng isti xəmirli olan lahmacun, narlı lahmacun sifariş etdi. Çox sağ olsun. Özünə makarna, narlı makaron, bugün nar yeyəcəyəmcə. Uşaqlar da hər ikisi də özləri narlı makaron seçdilər. Nadıl kimi belə uzun makarna deyildi ona. Spagetti, hə, narlı spagetti belə deyirəm. Makaron nə idi? Narlı spagetti, qəşənglər ki, dadlıdır narlı spagetti. Mən bir dənə lahmacun yeyirəm, qalmamısı şey. Uşaqlar özlərinə gilas, nə deyirəm, gilas, albalı şirəsi. Bizdə təbii ki də çayda spagettidən sonra içmək üçün qəşəng isti kofe sifariş etdim. Səlam. Mən də özümə qəşəng belə buzlu, göyərtili, limon, greyfurtdur bu başqa. Hə, greyfurtdur. Belə baxın, gör necə gözəl formadadır. Greyfurtlu şirəsi. Buzlu greyfurt şirəsi. Buzlu greyfurt şirəsi sifariş etdim. Bundan çox qəşəng olur həqiqətən. Bəyənirəm. Belə indi biz yeyib geliyoruz arkadaşlar. Afiyet olsun bizə. Bir də ki bu adam, yəni Sənan, yay adamı olduğuna görə, ikizlər bürcü olduğuna görə iyunun cırhacırında Haziran gecəsi, o deyirlər ha, Haziran gecəsi, nə deyirlər, yo, Haziran gecəsi, hə də Haziran gecəsidir. Haziran gecəsi iyunun cırhacırı. Hə. Bizdə elə deyil ona. İyunun cırhacırında dünyaya gəldiyinə görə, o yayın istinin cırhacırında dünyaya gəldiyinə görə bu adamın soyuğa və qışa dözümü yoxdur. Ona görə qalın və isti olmalıdır. İsti xəmir xörəyi olan spagetti, narlı özdə. Ondan sonra da qəşəngdən isti kofe içməlidir. Donur bu adam, donur. Mən bu qışda, yeni ildə buzlu meyvə şirəsi içəndə, isti lahmacun yeyəndə bu adam donuyor. Saat biz bura 11'də gəlmişdik. Qızlar, indi saat 2'nin yarısıdır. Biz gedirik evə. Daha doğrusu hara gedirik? Sənlara gedirik. Aralara gedirik deyirəm, hara gedirik? Bu işim cavab vermir. Səbəşəm. Ha, biz AVM-yə. AVM-yə gedirik. Nəyə gedirik AVM? AVM-də nə işimiz var? Evə gedək də. Yo, uşaqlar oyuncaq. Bax görürsüz qızlar. Bax qızlar görürsüz. Uşaqlar yenə də öz bildiklərini elədilər. Məni kandıramadılar. Atalarını kandırdılar. Gedirik AVM-yə biz oyuncaq alsın. Gedək nəsə yeni ildir, bayramdır. Onlara qəşəng sürpriz edirik. Heç nəyə dözüm olmayan, ürəyə saf olan xatam güclərini bir də mən getdik AVM-yə. Sinan abiniz oynuyoruz. Hayda.
Qızlar, deməli, deyim sizə, saat 6-dır. Biz saat 5-də evə gəldik. Acından bildiyiniz ölürdü, yemək yedik, qəşəng bayram aşında. 30'u pişirmişdi. 31'i yedik. Bir də biri yedik. Yəni bugün. Axşamı ucu qutardı. Axşam da gedəcəyik Mamagilə. Mamagildə bayram aşı olacaq. Ondan yeyəcəyik. Sabaha da başqa bir şey pişirəcəm. Özdə axşam evə gələndə Mamagildə pişirdim bəlkə bilmirəm. Belə. Saat dedi bəsə ki 7 yarısı da yemək yedik indi. Bədən mənə düşdümə gəldim. Mən də geyindim tezdən paltomu, ayaqqabımı. Getdim qonşu elində qonşudan gəldim 5-10 dəqiqəlik. İndi gedirəm. Gördüyünüz kimi əynimi dəyişmək. Bu arada bizim yeni yolkamız qızlar. Belə ağ, orta boy və sadə. Hələ arxasında daha çox oyuncaqlar var. Mesela belə oldu bu yeni yolka. Arxada qəşəng pəncərə. Belə buz işıqlarla ağadıq qəşəng. Da böyle bir şeyler. Bu arada buralara bir şeyler koymak olur. Neyse. Belə. Gedirəm indi yuxarı. Deməli qızlar belə. İndi makyajımı silmək istəyirəm. 2 saat bu makyajla oldum. 8 saat durur bu makyajla. Makyajlı olmaktan da sıxıldım. Makyajımı təmizləyib keçin baxım eləmək istəyirəm. Yeni ilin ilk baxımına. Bircə dəqiqə. Qəşəng qızlar otururuq burada baxın. Orada otururuq belə. Belə burada qəşəng baxım eləyəcəm indi. İlk önce dengesiz. Tamam. Temiz. Yenileyim. Süper kızlar. Bunu sibil atmak lazımdı. Dudağım pomadasını şeffaflatıram. Ev halında olmalıyam da deyim kimi. Belə. Qəşəngdə sprey vururam. Çok qəşəngdir qızlar. Bu çok sevirəm mən. Üstüne kurdalya şəklində də var. Çiçək, kurdalya falan. Belə qəşəng bir şeydir. İndi üzümü reyli bestirəm. Kremlə daha da qəşəng təmizlədim. Görürsünüz, üzüm ağardı. Anlatacaq. Neyse. Baxın sonra bundan belə üzümə vurduğum kremi aydıracağım qəşəng. Hazır kızlar. Wow, ne böyle? Yok. Sonra üzümə qəşəng istəyirəm nemləndirici krem də vurum. Bu da nemləndirici krem. Zaten üzüm yağlıdır diye kızlar. Belə deyək, üzümün yağlı olması istemediğime göre. Burada belə pudra var məndə. Belə pudradan vururam əlimə. Sonra vururam qəşəng. Üzümdə olur belə. Süper. Dudağım da qəşəng yara falan olmasın diye.
Qəşəng belə pomada vurdum. Nəmləndirici pomada əlbəttə qıza. Şaxtadan falan qorumaq üçün dolağı bu. Super. Yine də ətrimi vurum. Sevimlətmə bugünkü. Super qızlar. Mənim baxımım buraya qədər idi. İndi əlimi mütləq dəyişəcəm. Deməli qızlar, əslində bu gün mən yeni il üçün qəşəng bir dənə short videosu çəkmək istəyirdim. Yeni il kombinimi geyinirəm. Yeni il üçün belə qəşəng kombin etmək videosu, amma alınmadı, neysə boş verək onu. Bu arada ev kombinimdə belə oldu, qəşəng ev isti olduğuna görə. Sərin və rahat geyindim. Məncə super. Əlbəttə ki super. Yəni belə. İdi deyib kimi də saat 7 tamamdır qızlar. Hətta 8 işləyib 10 dəqiqə. Deməli qızlar, indi mən neyniyəcəm? Aksesuarlarımı çıxarıyorum çünki ev kombinim də qırmızı oldu bugün. Super. Nə deyəcəydim? Unuttum həqiqətən. Hə, yadıma düşdü qızlar. Saçımı dalğalı edəcəm. Buruq yox, dalğalı. Buruq kimi də dalğalı edəcəm. Bir həftəyə falan getməliyəm onu eləməyə. Yeni ildə etmək istəmirəm. Yeni ildən sonra da etməyə planlaşdırırdım və yeni ildən sonra da etmək planım, hədəfim. Məqsədimə çatdım şükür Allah ki. Elə mənə uyğun vaxtdır yeni ildən sonra oldu və mən də yeni ildən sonra getməyə planlaşdırırdım zaten. Bu süper oldu. Yeni ildən sonra gedəcəm planlaşdırdım və ardına yenə niyyət oldum. Qəbul oldum niyyəti. İşte qəşəng qızlar gedəcəm, saçımı dalğalayacağım. Çünki saçlarım həm biraz da uzanır. Kəstirməyəcəm əslində. Kəstirməyəcəm, qətiyyəyi kəstirib uzanacam daha da. Saçımı uzun saxlamağı da bir o qədər sevirəm qızlar. Uzun saçı baxım etmək lazımdır. Mənim də bir o qədər baxım etməyə vaxtım yoxdur. Mənim saçım elə bir saç tipinə malikdir ki, bir gün baxımsız qaldıqda, vaxtı geçəndə elə görünür ki, şirevdən getdiyi oxşuram, ondan da pis deyə bilərəm. Ona görə uzun saç istəmirəm. Qısa saçım da zaten elə olur yəni. Amma qısa saç belədir ki, mağul vaxtı naz edir də baxımda falan da. Həm də ki, nə bilim, özdəki bilirsiniz də, bilməm, bilirsiniz, bilmirsiniz. Mənim saçım keratindir. Kəstirdim, saçlarımı uzun idi. Və keratin etdim bu kəstirdim saçı. İndi gedib bu saçlarımı, daha doğrusu 7 ay öncə etmişəm də mən. 7 ay 7 ay deyil, 6 ay. Normalda yəni vaxtı gedib deyə biraz pisləşib. Yəni keratin bitib də o demək olar. Çox yəni effektin göstərmir, çox az effektin göstərir. Elə amma çox az effektin göstərdiyinə görə məncə yaxşıdır. 7 aydır və 1 ay gecikdirmişəm və keratinim azalıb. Dedim ki, dayı bundan sonra keratin etdirməyəcəm. Neyinirəm keratini? Keratin saçı da baxımı etmək çox çətindir. Mən istəmirəm. Ona görə də yaxşı dalğa edəcəm. Öz saçım, öz təbii saçım olsun. Demək ki, saçım biraz fasiləsin qızlar. Saçımı dalğalı eləyəcəm. Dalğalı edəndən sonra gedəcəm, qəşəng saçımı açdıracam. Açdıracam deyəm ki, yəni ki, formasını açdıracam qəşəng. Ondan sonra saçıma qətiyyən dəyməyəcəm. Sadə qalacaq elə. Belə formada verməyəcəm heç. Qoy sadə qalsın. Zaten bir neçə ayda keratinini keçmiş, yəni sadə bir saçdır. Biraz sadə qalmalı deyirlər. Yəni belə qəşəng.
Yaratma son. Bararam. Kızlar ne demək istəyirəm bir də sizə. Qəşəng deyim qoyun sizə. Yaxında çox gözəl bir şey xəbər verəcəm sizə, narahat olmayın. Gələn vlogu deyəcəm hətta. İndi saat 8-dir. Hə, biz də hazırlaşırıq. İnşallah saat 9-da mama gül doğacaq. Qəşəng yeni il bayramı gedəcəyik. Saat 11'de oradan gələcək. 12'ye falan yatacağıq. Ona görə nə edirik? Kanalıma abunə olursunuz. Videoma like atırsınız. Bol və gözəl yorum yazırsınız. Özünüzə yaxşı baxın. Bye bye. Gələn görüşlərə dəyək qarşınızda. Game Deniz idi. Bye bye.